Sako qələbə münasibəti ilə təbrik edirəm. Oyunla bağlı düşüncələrini öyrənmək istərdik. Não, o que eu posso dizer, o primeiro é para agradecer aos adeptos. İlk öncə azarkeşlərimizə təşəkkür bildirmək istəyirəm bizi dəstələdikləri üçün. Preparar esse jogo de toda semana essa com o treinador. Bu həftə boyu baş məşqçimizlə bu oyuna çox yaxşı hazırlaşdıq. Analisar bem o jogo adversário para meter muito trabalho no prático. Və rəqibi analiz edərək ona uyğun məşqlərdə çalışdıq, onun üzərində işlədik. Essa vitória é com o staff, porque o staff também estava trabalhando conosco bem. Bütün bu qələbə, yəni hamının payıdır. Hamının payı var bu qələbədə. İstər biz futbolçuların, istər staffın hamımız bərabər çalışırıq. Pouco a pouco acho a coisa vai melhorar, nós vai subir no cima. Və deyə bilərəm ki, yavaş-yavaş daha da yaxşı olacağıq və daha da irəlilərə, yuxarılara qalxacağıq. Neftçi bugün ön xəttə çox yaxşı təsir başlayırdı və əbəs yerə deyil ki, 4 də gol vurduq, amma müdafiədə də həmçinin komanda çox etibarlı görünürdü. Bununla bağlı nə deyə bilər? Jogamos bem como em ataque, tanto em defesa. Em ataque fizemos 4 gols, em defesa não recebemos nenhum gol. O que você pode dizer sobre isso? Não, isso já falou agora. A gente estava trabalhando, a gente está muito concentrado com esse treinador. Bayaq vurğuladığım kimi məşqçinin bu həftə boyu verdiyi tapşırıqları çalışdıq oyunda yerinə yetirək. Estava falando nosso também com o jogador, porque agora ninguém jogador, todo jogador é profissional. Tem que fazer o que ele já sabe. Və biz futbolçular arasında da öz aramızda da danışırıq ki, yəni hər birimiz peşəkar futbolçuyuq və meydanda əlimizdən gələni eləməliyik, üzərimizə düşəni göstərməliyik. Nefti é grande clube, então a gente não pode brincar aqui. Neftçi çox böyük klubdur və burada hər şeyə ciddi yanaşmaq lazımdır.